Hər kəs istədiyi peşəyə sahib ola bilər, amma hər kəs zabit ola bilməz. Zabit olmaq şərəfli olduğu qədər həm də çətindir. Zabit olmaq gecə-gündüz vətənə xidmət etmək deməkdir. Zabit olmaq istənilən an əlinə silah alıb vətənin müdafiəsinə qalxmaq deməkdir. Zabit olmaq düşmənlə vətən torpaqları arasında çəpər olmaq deməkdir. Şərəfli zabit həyatının çətinliklərini dərk edən igidlərimizdən biri də şəhid polkovnik leytenant Əliyev Atəm Vaqifoğlu idi. Atəm 1982-ci il Ağdaş rayonu Abad kəndində anadan olmuşdu. Abad kənd tam orta məktəbində təhsilinə başlayan Atəm hələ uşaqlıqdan zabit olmaq qərarını vermişdi. Elə buna görə də 1996-cı ildə Cəmşid Naxçıvanski adına hərbi lisseyə qəbul olur və təhsilini orada davam etdirir. 2000-ci ildə orta təhsilini başa vuran Atəm elə həmin ili də Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olur. Ali məktəbi bitirdikdən sonra leytenant rütbəsi alaraq ordu sıralarına qatılan Atəm müxtəlif hərbi hissələrdə xidmət edir. Onunla xidmət edən hər kəs Atəmin qəlbinin təmizliyindən danışır. Onunla birlikdə xidmət edib onu tanıdığı üçün qürur duyur. Vətən müharibəsinin ilk günlərindən cəbhəyə atılan Atəm döyüşlərdə qəhrəmanlıq səlnaməsi yazmağa başlayır. Düşmənə sarsıdıcı zərbələr endirən Atəm taboru ilə birlikdə bir çox yüksəkliklərin azad olunmasında xüsusilə fərqlənir. Dəfələrlə döyüş yoldaşlarını düşmən gülləsindən xilas edən Atəm düşmənin də qorxulu rüyalarına çevrilir. İgid polkovnik leytenant oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olur. Şəhid olduqdan sonra uzun müddət nəşi tapıla bilmir. Ölümündən sonra Kəlbəcərin azad olunmasına görə Vətən uğrunda medalları və Azərbaycan bayrağı ordeni ilə təltif olunur. Şəhid polkovnik leytenant Əliyev Atəm Vaqifoğlu Ağdaş rayonu Abad kənd qəbirstanlığında torpağa tapşırılır.